Ay maşallah. Salam dostlar, hər vaxtınız xeyirli olsun. Bugün 25 may 2026-cı il. Deməli, homogenat götürmək üçün biz belə vasitədən istifadə edirik ki, ana arı bu aşağı hissəyə erkək yumurtası qoysun və homogenat götürək. Nektar axını o qədər güclüdür ki, yəni arılar baxın, burada nektar toplayır dostlar. Ay maşallah. Bəzi başdan xarablar ağzına gələni yazmasınlar deyə bax bunu da göstərirəm. Bunu da göstərirəm. Onu da göstərirəm. Yəni bu dostlar, arı məcbur qalıb iki sürfəli çərçivənin arasına baxın, bu balı yığıb üstünü də möhürlüyüb. Yəni bu bal artıq tam rahat şəkildə götürmək olar. İndi bax biz nə edirik? Bunu qoyuruq, yenə də bunun yerinə ay maşallah. Bunu da koyuruq bura. Biz de arıları bu cür aldadırıq. Bu il en güzel nektar axını oldu. Ama hava şəraiti biraz may ayında yağışlar oldu diye arı istediği kimi çalışa bilmir. Ama yine de Allah min bərəkət versin. Dostlar, arı möcüzədir. Arı kısa bir zamanda elə bir çevriliş edir ki, arıçı özü də məhtəl qalır. Yani bu bal may çiçəklərindən yığılan nektardan düzəldiblər.